Allah, sənə sığınıram, Peyğəmbər duasıdır. Pis dostlardan, xanımlar bu duanı eləyin, kişilər, qardaşlar bu duanı eləyin. Pis rəfiqə, pis dost, pis. Allah övladlarımızı qorusun onlardan. Qorusun, qorusun, həqiqətən. Bədbəxt eləyərlər. Evdə bu qədər çalışırsan, getdi çölə, bir nəfər tapdı bunu, hansısa bir namərdin biri. Sən zəhmətlərini nədir? Hədər elədi, qoydu. Allah uzaq eləsin. Peyğəmbər deyir, sığının Allaha belə insanlardan. Onların xüsusiyyəti nədir? Xüsusiyyətlərdən biri bu. İn ra həsənətən dəfənəha. Pis dostun, pis rəfiqənin xüsusiyyəti budur. Səndə bir yaxşı xüsusiyyət görürsə, dəfn eləyər onu, danışmaz onu. Danışma yaxşı xüsusiyyətindən də. Dəfn eləyər onu, danışmaz onu. İn ra seyyiətən, səndən pis görsə, əfşaha, ifşa eləyər onu. İfşa eləyər onu.